Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya mursalin. Seyyid Muhammedin və alə alihi və ashabihi əcmənə və ba'd. Selamu aleykum və rahmetullahi və barakatuhu. Elhamdülillah. Dərsimizi davam oxuyuruq. Yəni bir yerdə oxuyuruq hamımız. Burada əslində dərs keçən yoxdur. Hamımız kitab oxuyuruq. Yəni şeyxin kitabın və alimlərin şərhinə. Və Şeyx Rahiməhullah sonra bir dənə fəsil ayırır. Deməli, yenə mühüm fəsillərdən biridir. Buyurur ki, Rahiməhullah Babu mən ətə'əl uləmə və li-umara fi təhrimi mə əhəllallah o təhlili mə harramahu fəqat ittəxəzəhum arbəbə. Yəni, Şeyx Rahiməhullah alimlərə, hakimlərə, əmirlərə Allahın halal buyurduğun haram etməklərində tabi olmaqda və ya əksinə haram etdiyin halal etməyi barədə əgər kim alimlərinə və hakimlərinə tabi olsa, artıq onları özlərinə rəb seçiblər. O məsələ barədədir. Yəni, Allaha asi olan məsələlərdə tabi olmaq. Və şeyx burada Rahiməhullah bildirmək istəyir ki, təbii ki, şeyx şirkin növlərindən danışır. Və bu da bir şirkin növləridir. Buna deyirlər şirk-ü ta'a, itaətdə şirk. Salam. Və biz bilirik ki, itaətdə qayda var. Müsəlman necə itaət eləməlidir? Fərq yoxdur, hakim və ya qadın öz ərinə və ya övlad atasına və ya məsələn, hansısa bir müəssisədə işləyirsən, oradakı olan rəhbərliyə. İtaətin qaydası var. O qayda nədir, qardaşlar? Asilikdə olmamalıdır. Və kim ki asilikdə tabi olsa, hakimə və ya alimə, xüsusən də halalı haramlaşdırmaqla və ya haramı halallaşdırmaqla artıq onu özlərinə rəb seçirlər. Rəb seçirlər. Və bu da bizdən qabaq olan ümmətinin aqibəti idi. Onlar belə edirdilər. İndi fəsli oxuyaq, yəni inşallah bəzi şeylər daha aydın olacaq. Və müəllif sadəcə burada gətirmək istəyir ki, itaətdə də şirk var, şirkin növləri var, şirkin yerləri çoxdur. Var məhəbbətdə, var itaətdə, var qorxuda, aydındır. Və biz məhəbbəti keçdik, qorxunu keçdik, təvəkkülü keçdik. İndi bu gəlib itaət məsələsi. Və burada Rahiməhullah deməli, İbn Abbasın rivayətini gətirib. İbn Abbas radiyallahu anhuma, yəni bu əsərdir, hədis deyil. Hədis çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyib, o sayılır hədis və ya nə edib və ya görüb qadağan etmədiyi şeylə hədis deyilir. Amma Peyğəmbərdən sallallahu aleyhi ve sellem başqa nisbət, kimə nisbət olunur, onun sözünə hədis deyilmir, əməlinə. Məsələn, sahabinin əməlinə hədis deyilmir sözünə, ona əsər deyilir. Burada deməli, İbn Abbasın əsəridir, o da buyurur ki, Yuşikə ən tənzilə aleykum hicaratun minəs-səmə aqulu qala Rasulullah və təquluna qala Əbu Bəkrin və Umar. Və İbn Abbas radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib sözün deyəndə və cəmaat deyir ki, bəs Əbu Bəkr Ömər belə deyib. Və İbn Abbas radiyallahu anhuma bu mövqeyi inkar edir. Deyir ki, deyirəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, deyirsiniz Əbu Bəkr Ömər belə deyib. Yəni, bu onu göstərir ki, əgər Peyğəmbər sallallahu aleyhi ve sellem sözü gələndə Əbu Bəkrın, Ömərin sözü söz olmur və təsəvvürlə başqalarını necə? Təsəvvürlə başqalarını necə? Baxmayaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, məndən sonra Əbu Bəkrə tabi olun, Əbu Bəkrın Ömərə. Lakin buna baxmayaraq, İbn Abbas radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə söz, o vaxt ki, etiraz edirlər və Əbu Bəkrın Ömərin sözünü götürəndə, o da etiraz edir. Və hətta deyir ki, radiyallahu anhu
yuşiku ən tənzilə aleykum hicaratu minəs-səma. Yəni, bu cür mövqeyinizlə az qala, yəni başınıza səmadan daş yağar. Və daş yağmaq da qəribə dövbə ola bilər. Allah subhanət hələ daş yağdırıb. Elə deyil, qardaşlar, Fil surəsində. Və daş yağdırıb. Əgər Peyğəmbər salsın sözün qoyub, Əbu Bakr Ömərin sözünü götürmək, buna duçar olmaqdırsa, təsəllə başqasının sözü necə? İstəyir alim olsun, istəyir hakim və ya istəyir sahabi, istəyir başqa. Ona görə, qardaşlar, ən birinci itaət Allah'adır, sonra Peyğəmbər sallallahu aleyhi ve sellemə. Ona görə Allah subhanətlə buyurur ki, Atiyullah, mənə tabi olun və Atiyur Rasul və Rasuluma tabi olun. Nisa surəsi 59-cu ayə. Və ulil əmri minkum. O vaxt ki, Allah deyəndə Atiyullah, Allah qeyd olunanda deyir, itaət elə. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem qeyd olunanda deyir, itaət elə. Və Atiyur Rasul. Və lakin onlardan sonra deyəndə demədi və itaət elə. Dedi ki, və ulil əmri minkum. Nisa 59-dur. Və ulil əmri minkum onu göstərdi ki, mütləq itaət Allah və Rasuluna olur. Ondan savayı isə kim olsun? Kim? İstəyir Ali, istəyir Əbu Bakır, istəyir Muaviyyə, istəyir İbn Teymiyyə, istəyir İmam Şafii və ya başqaları. Onlarda itaət mütləq deyil. Məhduddur. Yəni, itaət olur Allah və Rasulun müxalif olmayan məsələlərdə. Allah və Rasulun dediyi məsələlər və ona müxalif olmayan məsələlərdə. Bu, bizdə itaətin qaydasıdır, qardaşlar. Ona görə, məsələn, alimə itaətdə, hakimə itaətdə bizdə qayda var. Asi olmayan məsələlərdə itaət eləmək vacibdir. Və İbn Abbas radiyallahu anhuma sözü həmçinin təqlidi burada göstərir. Kör-körana təqlid eləyənləri, məzhəblə gedənləri. Çünki məzhəblə gedənlər bu gündədir. Onlar özləri hiss eləmədən Peyğəmbər sallallahu aleyhi ve sellem uzaqlaşıblar. Hətta onlar elə dərəcəyə satıblar. Peyğəmbər sallallahu aleyhi ve sellem adını deyəndə deyir, yox, mən imam nə deyib onu deyiləm. Mən imam nə deyib o deyil. Hətta desən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyib, imam belə deyib, imam deyəni götürəcək. Bu cür olmaz. Bu cür düzgün deyil, batildir. Və məzhəbçilik də, qardaşlar, fəsadları çoxdur. Ən birinci bölür müsəlmanları. İkinci, İctihad qapısını bağlayır. Məzhəbçilər diləyində ictihad eləmək yoxdur. İctihad qapısı bağlıdır. Yəni, alimlər deyib qutardı. Daha bağlanıb, daha yoxdur. Bu da səhvdir. Həmçinin ədavəti gətirib çıxardır. Tarixdə də məzhəblər qırıblar bir-birlərini. Xüsusən də şafirlərlə hənəflər. İran bilirsiniz ki, Əhl-i-Sünnə mərkəzindən biri idi. Və əsas da məzhəb şafiyyə hənəflər idi. Aralarında döyüşlər gedir daima. Hətta o xəta gəlir. Deyir, xəta gələndən sonra o fitnə söndü. Yəni, şafiyyə hənəflərin döyüşü. Döndərdi, xəta da gəlirdi, onlar da xətəkar edirdi. Yəni, xətayı. İsmail. Aydın da. Hətta çox uzaq vaxt keçməyib, Kəbədə də 4 dənə imam var idi. Kəbədə ki, 4 tərəfdir. Bir tərəfdə hənəflərdir, yanında bir tərəfdə şafiylər, bir tərəfdə malikilər, bir tərəfdə həmbəllər. Bu da düzgün deyil. Düzgün deyil, əlhamdülillah, bir dənə indi imam var. Yəni, məzhəb belə tarixə baxanda heç də yaxşı nəticələr gətirib çıxarmayıb. Ona görə, qardaşlar, bizdə məsdər nədir? Quran, sünnə. Və sonra o alimləri götürürük ki, o rəyin ki, bütövlüyü də götürmürük. Qeydləndir. Götürürük o həddə ki, müxalif deyil Quran və sünnəyə. Müxalif oldu, qoyuruq sözün qırağı, kim olsun.
kim olsun, hətta istəyir İbn Teymiyyə və ya başqa alim olsun, qardaşlar. Bu özü mövqeyimiz ən adil mövqeydir. Bizdə kör-körana yoxdur təqlid. Sonra buyurur ki, rahiməhullah, İbn Abbas radiyallahu anhümanın rivayətini gətirəndən sonra və İbn Abbas radiyallahu anhüma elə şəxslərə etiraz elədi ki, elə şəxslərin adlarını etiraz elədi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sözü ola. Əbu Bakırdan Ömərə. Təsələ başqası necədir? Və sonra İmam Əhmədin rivayətini gətirir. Deyir ki, Əcibtu li qovminə araful isnadə və sihhətəhu yədhəbunə ilə rəyi Sufyan. Yəni, İmam Əhməd inkar edir bir dəstəni, onları ki, Sufyan ibn Uyeynə və ya daha doğrusu Sufyan-ı Savri, Sufyan-ı Savrinin arxasıca gedənləri. Sufyan-ı Savri, rahimullah, tabiin idi və onun da məzhəbi var idi, yəni məktəbi. Və İmam Əhməd onlardan təəccüblənir. Deyir ki, araful isnəd, sənədi biləndən sonra, yəni hədisin sənədin, yəni sihhətin, və sihhətihi biləndən sonra yədhamun elə rəyi Sufyan. Yəni, dəlil ola, kiminsə rəyinə gedmək, aydındır, İmam Əhməd təəccüblənir ondan. Və qal Allahu Teala yəqulu fəliyəhdər illədiyinə yuxalifuna an əmri ən tusibəhum fitnə o yusibəhum əzəbun alim. Nur surəsi 63-cü ayə. Və bu ayədə də Allah subhanətlə buyurur ki, fəliyəhdər illədiyinə yuxalifuna an əmri. Yəni, Allahın əmrinə, Allah və Rasulun əmrinə müxalif olandan, yəni çəkinin. Olmaqdan çəkinin. Ne üçün? Səbəb nədir? Ən böyük səbəblərdən aqibəti nədir? Ən tusibahum fitnə. Onda çəkinsəz fitnəyə düşəcəksiniz. O azabın alim. O yusibahum azabın alim. Ya Allah Teala əzabı deyəcək o adama. Yəni Allah və Rasulunun əmrindən çəkinmək. Ətədri mə fitnə, İmam Əhməd deyir ki, ətədri mə fitnə və sonra deyir ki, bilirsiniz fitnələri, deyirlər, soruşurlar, deyirlər, o da deyir ki, vəl fitnətü şirk. İmam Əhməd fitnəni, şirki fitnə adlandırıb. Ləalləhu idə ruddə bə'də qavlihi ən yəqa fi qalbi şey minəz zeyx fəyəhlik. Yəni, fitnəni şirk adlandırır. İmam Əhməd rahiməhullah ola bilər ki, Allah və Rasulunun sözünü ümumiyyətlə inkar eləyəndə təbii ki, insanın qəlbinə nə olur? Həlak edici şeylər düşür. Həlak edici şeylər. Ona görə fitnənin də səbəbləri nədəndir qardaşlar? Allah və Rasulunun kitabından uzaq düşmək. Sələfin fəhmindən. Və sonra rahiməhullah Adi ibn Hatimin rivayətini gətirir. O rivayətdə İmam Əhməd və Tirmizi Həsən deyib, həmçinin Şeyxülislam ibn Teymiyyə deyir ki, rahiməhullah, Adi ibn Hatim ənəhu səmiyyən Nəbi sallallahu aleyhi ve sellem radiyallahu anh, ənəhu səmiyyən Nəbi sallallahu aleyhi ve sellem yəqra fi hədihlə ayə. Yəni, Adi ibn Hatim deyir ki, mən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni oxuyanda İttəxədu əhbarəhum və ruhbanəhum ərbəbə min dunillah. Onlar ki, öz rahiblərin və öz əhbarların Allah'a qoyub özlərinə rəb seçdilər. Əl-əyə. Fəqultu ləhu İnnə ləsnə nə'buduhum. Onda mən dedim ki, biz onlara ibadət eləmirik. Qal Əleysə yuharrimunə mə əhəllallah fətuharrimunəhu. Və bu vaxt Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məyər onlar Allah halal gördüyünü haram görəndə siz də haram görürsünüz. Və yuhillunə mə harramallah fətuhillunəhu. Və Allahın haram gördüyünü halal görəndə siz də halal görürsünüz. Dedi ki, bəli. Dedi ki, onda siz də ibadət elə budur. Sizin ibadətiniz olaraq budur. Bu cür ibadət sayılır onlara. Fətilkə ibadəthum. Rəva Əhməd və Tirmizi və Həssənə. Və burada həmçinin bir üstə rahiblər xristiyanlarda deyilir, əhbar isə yahudilərdə alimlərə. Yəni, əhbar, yəni çox bilən adam deyilir yahudilərdə. Amma rahib isə
xristiyanlarda çox bilən şərt deyil. Əsas çox zahid olana deyilir. Özünüz bilirsiniz ki, xristiyan dini elmə çox da belə həvəsli deyil. İxtira eləyən alimləri onlar yandırırdılar, öldürürdülər. Və burada həmçinin qardaşlar, təbii ki, bu rivayəti bəzi alimlər zəif sayıb. Lakin Şeyx Albani rahimehullah, həmçinin Tirmizi həsən sayıb. Yəni bu rivayəti və sadəcə bunun şərhi var. Biz dedik ki, əgər sən Allahdan qeyrisinə itaat eləsən, halal olan şeyi, məsələn, haram görsələr və ya haram olan şeyi halal görsələr, onda tabi olsun, sən müşrik sayılırsan, ibadət eləyən sayılırsan, bunun şərhi var. Bunun şərhi var. Birinci, əgər hansısa bir qanun, hansısa bir rəy Allahın haram etdiyin halal edib və ya halal etdiyin haram eləyib, sən ona tabi eləysən və sən də etiqadla tabi eləysən, sən də bunu haramı halal görürsən, halalı haram, etiqadla tabi olursansa, onda sən müşriksən, kafirsən. Bu birinci haldır. Yox, əgər sən tabi olursan, haramı haram görürsən, halalı da halal və haramı halallaşdırmırsan, halal da haramlaşdırmırsan, sadəcə tabi olursan hansısa bir işivə görə, məsələn, vəzifə almağa görə, dünya hansısa bir mənfəətinə görə, sən kafir deyilsən, sən asisən. Ona görə hər tabi olana kafir demək düzgün deyil. Necə ki, hər hökm verənə də kafir demək düzgün deyil. Bunun şərhi ehtiyacı var. Bu şərhi mən yox, alimlər deyir. Və məsələn, Şeyxülislam İbn Teymiyyə rahimehullah, Şeyxülislam İbn Teymiyyə deyir, bu tabiçilikdə, bu dediyim kimi vara, onu Şeyxülislam deyir, rahimehullah, ki, baxır tabiçilik necədir? Əgər etiqad eləsə, bəli, əgər yox, sadəcə dünya mənfəətini görə eləyirsə, onda asi sayılır. Necə ki, Fatavi kitabı 7-ci cild 70-ci səhifə. Və həmçinin qardaşlar, dedik ki, həmçinin hakim də, əgər hökm verirsə, haram məsələdə halallaşdırsa və ya halalı haramlaşdırsa, əgər etiqad eləsə kafirdir, bilə-bilə. Ona bəyan olunandan sonra. Yox, əgər öz havasına görə və ya dünya mənfəətinə görə, nə hansısa mənfəəti görə edirsə, o hansı sayılır. Və bu məsələ mühümdür, qardaşlar, çünki bu məsələdə çoxsa azı bular. Özü bilirsiniz ki, hakimiyyə məsələsi bəzi bidət əhlində əsasdır. Və əsas da seçiblər imamilər. İmamilərdə hakimiyyə əsasdır. Hətta namazdan üstündür. Şəhadətdə də əsasdır. Bilirsiniz, kimdən gedir söhbət? Onlar deyirlər ki, əsas din imamətdir. İmamət olmasa, onlar deyən kimi müsəlman da ölsən. Bu fikri də götürüb ixvanlar. İxvanlar onlardan təsirlənib. Onlardan çıxıb. Onlar da əsas tutublar hakimiyyəni. Fikir verəsiz oxşarlığı. Onlar da əsas tutub və hətta Seyyid Qutub cümə namazı qılmırdı. Onlar kimi. Onlar da imamilər də cümə namazı qılmırlar. Çünki onlar deyirlər ki, 12-ci gələndə qılacaq. Sadəcə Xomeyni gələndən sonra bunlar deyib, o da deyib ki, mən naibəm, imamın. Naibəm. Ona görə gəlin qılaq. Əsl cümə kimi yox, sadəcə o cüməni bir istifadə eləyib 5-ci günə bir siyasi çıxışlar kimi. Amma əsas cümə isə yenə imamlandı. Və Seyyid Qutub da gəldi. Seyyid Qutub birisi kommunist idi.
Birinci kommunist idi. Yəni, işte yaxşı danışmırlar. Ondan sonra Həsən Ülbanna idi. Həsən Ülbanna Seyyid Qutubun məktəbindən biraz fərqlənirdi. Onlar cümə qılırdılar və s. Amma Seyyid Qutub gəldi. Seyyid Qutub dedi ki, indi müsəlman cəmiyyəti yoxdur. Bu gör ki, başladı namaz qılmağa, tövbə elədi. Və lakin qəribə fikirlər gətirdi. İmamilərin əqidəsindən fərqlənmir. Ona görə, məsələn, kitablarında peyğəmbərləri və ya, məsələn, sahabələri təyin eləyir. Yəni, adam cahildir. Cahil olmasını kafir deyərdik. Lakin adam cahildir. Yəni, qəribə sözləri, cümlələri var. Fikirləri, hansı ki, o fikirləri əgər cahilində olmasaydı, kafir olacaqdı. Lakin təkfir eləmirik. Lakin onun məktəbi Seyyid Qutub, Həsən Ülbanna məktəbindən fərqlənir. Ona görə Seyyid Qutubun məktəbinə çox vaxt təsirlənirlər. Əsas təkfir Seyyid Qutubun məktəbində yaranıb. Həsən Ülbannanın yox. Ona görə bəzən Seyyid Qutubun məktəbinə deyirlər qutbilər. Qutbiyyə. Bunlarda təkfir əsas bunlardadır, qutbilərdə. Bu əsas Seyyid Qutubun məktəbində. Bu cəmaatlar ki var, hamısı bu məktəbdəndir. Hamısı bu məktəbdəndir. Ona görə onlar, məsələn, tutaq ki, cahilli üzr görməsələr də, təkfir eləsər də müsəlmanın, Seyyid Qutubu gələndə təkfir eləmirlər. Seyyid Qutub dəhşətlər deyib. Hətta la ilahe illallah düzgün, la ilahe illallah da deyib ki, la hakim illallah. Allahdan başqa hakim yoxdur. Düzgün tərcümə eləmir. Lakin buna baxmayana deyirlər, yox, ona toxunma. Ona toxunma dəhşətdir, yəni. Deyir ya, siz bizi ittiham edirsiniz ircalıqda. Deyirsiniz ki, biz böyük günah sahiblərini təkfir eləmirik deyə. Əsas da ne üçün irca deyirlər? Biz hakimi kafir görmürük. Allahın başqa hökum verdiyinə görə. Kafir də ne üçün demirik? Halal görməyincə təkfir eləməyəcək. Mütləq, halal görməmiş, təkfir eləyənlər xavariclər olub. Onlar deyirlər ki, siz murciyəsiniz. Çünki hakimi kafir görmürük ona görə. Əsas söhbət namaz qılan, onlar hamısı bəhanə də atılıb ortaya. Əsas budur. Damaq məsələdə. O namaz qılmayan, ət, zat. Onlar hələ belə söhbətlərdir, atıblar ortaya. Başı qatıblar ondan. Murciyə əsas ona görə deyirlər. O ki, keç bir zahir əməl olmayan, birinci ələ adama yoxdur, hətta müzakirə eləyək. Amma olacaq ələ adamlar. Heç bir xeyr əməl görməyən, şəfaət hədisi gəlir axı. Allah subhanət hala axırda öz oğcuna cəhənnəmdən çıxardacaq elələrin ki, heç bir xeyr əməl görməyiblər. Deməli, olacaq ələ adamlar. Amma indi ələt adam təsəvvür olunmur. Hətta, görsən, hətta bütpərəst də nəsə eləyir görsən. Lap kafiri də olsa, öz dinində. O ki, qaldı müsəlman. Elə bir adam yoxdur ki, təsəvvür olunur, heç bir xeyr əməl görməyə. Aydındır, qardaşlar? Ona görə o məsələlər, ət, o başqa məsələlər, alma və s. Onlar bəhanə də atılıb ortaya. Əsas 5.44'dir. Bunu başa düşün. Bizdə də 5.44, lakin biz deyirik 5.44 deyil bir dənə. Həmçinin 5.45 var. 5.47. Yox, bir dənə keçir sonra. 47'dir. Birində deyir kafir, birində deyir zalim, birində deyir fasik. Ona görə Şeyx Hüseymin də rahimehullah bu şərhdə deyir ki, bəzi alimlər fərq görməyiblər, amma şeyx deyir ki, rahimehullah səhih, budur ki, racih, budur ki, məsələdə fərq var ayələrdə. Yəni, hakim Allahın hökmü ilə yox, başqa hökm verən kafir də ola bilər, zalim də ola bilər, fasik də ola bilər, fərqlənir. Ola bilər hakim kafir olmasın, fasik olsun. Ola bilər hakim kafir olmasın, zalim olsun. Ne Şeyx Hüseymin buyurur? Rahimehullah. Aydın qardaşlar, hətta deyir, nə vaxt kafir olur, nə vaxt. Yəni, bunu bilirsiniz. Əgər başqa hökmü kim, Allahın hökmünü üstün saysa, bir saysa, desə münasib deyil, bu küfürdür.
Lakin o şəxsi nə vaxt təkfir olunur? Hüccət çatandan sonra. Bəyan olunandan sonra, artıq bəyan olunandan sonra ki, bu Allahın hükmü belə demək olmaz. Deyir, yox, mən bilirəm, budur belədir, lakin deyirəm belə, onda o kafirdir. Ondan qabaq isə hələm küfür deməli. Və nə üçün alimlər, Əhl-i-Sünnə vəl-Cəmaə, nə üçün qardaşlar? Elə tutaq ki, İbn Abbasdan, İbn Abbasdan sonra tələbələri, ondan sonra bütün böyük alimlər indiyəcən, Əhl-i-Sünnə vəl-Cəmaə. Ne üçün bunu deyiblər? Necə Şeyh Fovzan deyir ki, rahiməllah, hafizəllah, hətta Şeyh Hüseymin və başqaları deyir, biz bunu halal görməyi şərt qoymasaq, qeyri şərtsiz təkfir eləsək, onda biz böyük günah sahibini hamısını kafir görəcəyik. Onda xavaricdən yoldur bu. Aydın qardaşlar, ona görə bu qaydalar qoyub. Çünki başqa hökmlə vermək o günahların içindədir ki, o günahlar ki, məsələn, oğurluq, zina, riba, o günahların içində, əgər biz bunu qeyri-şərtsiz təkfir eləsək, onda biz böyük günah sahibini hamısı kafir görürük. Ona görə biz xavaricə deyirik ki, yaxşı, sən kafir gördün bunu, qeyri-şərtsiz. Onda zina eləyən, deyir ki, yox, zina eləyən yox. Nə fərqi var? Həmən silsilədədir, günahların içindədir. Nə fərqi var? Aydın qardaşı, ona görə bu məsələdə, düzü, əsas bu məsələdir. Damar bu məsələdir. Ona görə o dəstələr ki var, qutbilər, qutbiyyə, ixvaniyyə, əsas bu məsələnin ətrafında fıranlar. Hətta ət məsələsi atsalar da ortaya, əsas budur. Lakin bizdə də əlhamdülillah qaydadır nədir, qardaşlar? Hakim kafir ola bilər. Nə vaxt? O vaxt başqa hökmü halal görsən. Bəzilər şübhələr təbii ki, gətirirlər. İndi ola bilsin, gələn dərslərdə toxunacaq o şübhələrə. Məsələn, gətirirlər ki, yox, o bilsən, o bir-iki dənə məsələyə aiddir. Amma bütünlüklə götürüb bu hökmü qoyub qırağı başqa hökmlə versə, ona aid deyil. Birinci, hardan dəlil? Haradadır dəlil o? Bunu ayıran. Bu bir. İkinci də yaxşı. Deyirsən, bir-iki dənə. Neçə dənə? 2 dənə yoxsa 3 dənə? Deyir, neçə dənə? Bilək də, neçə dənə? Deməli, onda elə çıxır ki, 2 dəfə zina eləsən, hələ yaxşı olansan. Neçə dənə eləsən zina onda kafir olacaqsan. Çünki bu, başa düşmək lazım, bu hökm ki var, qeyri hökmlə vermək, bu günahların içindədir. Onun sözündən çıxır, 1-2 dəfə zina eləsən, hələ heç nə olmaz. Bu say hardandır? Neçə dənədir? Yox tələ şey qardaşlar. Bəziləri görürsən İbn Abbasın o əsərin zəif sahiblər. Nədir İbn Abbas deyir ki, orada böyük küfür deyir, kiçik küfürdür. Deyirlər zəifdir. Hədis, əsər daha doğrusu, hədis yox, əsər səhihdir. Ona görə Şeyh Hüseymin də bir dənə sözü var. O vaxt ki, deyir, təkfirçilərin, hizbiçilərin, inqilabçıların əsər xoşlarına gəlmədiyinə görə, bellərin qırdığına görə dedilər zəifdir. Deyir, əsər səhihdir, əlhamdülillah, və bundan, əlhamdülillah, Əhl-i-Sünnə vəl-Cəmaə qayda kimi istifadə edib. Ona görə, qardaşlar, bu məsələdə, yəni mühüm məsələdir və hakim də deyəndə, qardaşlar, ne üçün hakim məsələsi? Bilirsiniz ki, bunlar, bu heç, bu ixvanlar, bu imamilərdən götürürlər bu fikri, bu heç. Sadəcə imamilərlə fərqi nədədir? İmamilər deyir ki, hakim ancaq bunlar ola bilər. Bunlar deyirlər, yox. Bunların partiyasından da ola bilərlər. Fərq bundadır. Bunu bilin. Və sonra burada əsas da istinad etdiyi məsələlərdən onların, qutbiyyələrin, Məhəmməd ibn Rahimin sözlərini gətirirlər. Şeyh Rahimullah Təhkimül Qavani bir dənə kitabı var. Onlar o kitabı şuar eləmişdilər ki, o kitabda Şeyh Rahimullah qeyri-şərtsiz kafir görür, hakimi, Allahın hükmünə hökm verməyəni. Lakin Şeyh əlhamdülillah o kitabdan sonra 5 il sonra bəzi alimlər deyirlər ki, öz fikrindən qayıdıb
Və bəzi alimlər deyir ki, xeyr, sadəcə şərh verib öz sözünə, təfsilat verib, əlhamdülillah bəyan edib ki, halal görməyi şərt qoyub. Öz Fətavi kitabında 1-ci il 80-ci səhifə Məhəmməd ibn İbrahim, ərhamqallah, Məhəmməd ibn İbrahim, əlhamdülillah, şərh edir bu məsələni də. Hətta deyək ki, Məhəmməd ibn İbrahim şərh eləməyib. Rəyi səhih deyil, qardaş. O rəy ki, sələfləri müxalifdir, xüsusən əqidə məsələsində səhih deyil. Ona görə İbn Baza deyəndə Məhəmməd ibn İbrahimə baxmayın, məllim olub. Dedim, Məhəmməd ibn İbrahim məsum deyil. Şeyx bin Baz deyir ki, Məhəmməd ibn İbrahim məsum deyil. Ona görə bu məsələ daha aydın olsun deyə mən sizə məsləhət görürəm. Şeyx bin Bazın o bir dənə yazısı var. Orada hizbiçilər gəlirlər, qutbilər. İstəyirlər ki, Şeyx bin Bazdan söz çıxartsınlar ki, Şeyx bin Baz qeyri-şərtsiz təkfir eləyənlərdən olsun. Bilmirəm, oxumuş sonu. Ağlayır orada. Hətta Məhəmməd ibn İbrahimi yada salanda ağlayır şeyx. Hələ adını da elə qoyublar. O söhbətin adın. Orada iştirak edir Salmanov da, Aid Qarni və Səfər Havali, Cibrin. Cibrin də ixvanlara meyilli idi. Ona görə ləcnədən qovdular onu. Aydın, ona görə ləcnədən qovdular. Və məsləhətdir, indi bilmirəm, ola bilər, əgər imkan olsa, gələn dərs onu, o söhbəti çıxardıram, gətirərəm, oxuyarsınız. Şeyx bin Bazdan istəyirlər ki, Şeyx bin Baz halal görməyi şərt qoymasın. Hələ belə təkfir eləsin. Şeyx bin Baz əlhamdülillah dəqiq idi və sabit idi söhbətdə. Neçə nəfər deyirdilər oradan, buradan, lakin şeyx əlhamdülillah sələfin yolunda dayanmışdı. Ona görə məsləhət onu oxuyun, bir fayda üçün. Və Şeyx Məhəmməd ibn İbrahim də hətta qayıdıb. Ona görə, amma belə fərz eləyək ki, qayıtmayıb. Belə fərz eləyək ki, qeyri-şərtsiz təkfir eləyib. Sözü qəbul deyil, qardaş. Qəbul deyil, o söz ki, sələfə müxalifdir, qəbul deyil. Hamı belə deyib, sən kimsə gəlsə belə desə, qəbul deyil. Ona görə, qardaşlar, bu məsələ hakim məsələsi biraz həssas məsələdir. Həssas məsələdir. Yəni, yaxşı olar ki, bu məsələyə çox girişməmək. Və nə üçün? Nəticəsi də pis olur. Bundan bu məsələdən istifadə edirlər. Özünüz də görürsünüz də nələr baş verir. Və Somaliyada və ya məsələn Libiyada və ya da Suriyada nələr baş verir. Suriya hamısını keçdi məsələdə, hətta İraqı. Suriya dəhşət oldu vəziyyət doğrudan. Və belə olur, ona görə qaydasız, şəriətə istinad etmədən bir şey eləyəndə Allah'a təvəkkül eləyib, yox, Avropaya təvəkkül eləyəndə belə olur. Ona görə bəlkə də artıq deyirlər ki, müharibədən qabaqki vəziyyət daha yaxşı idi. Çünki hətta indi Allah bilir, Əsədi yıxıcı ilə Allah bilir, necə olacaq, açan, Allah bilir. Onlar sonra bir-birlərini qıracaqlar. Hələm Əsədi yıxmayıblar, artıq qırırlar bir-birlərini. Bilmirəm, oradakı vəziyyətlərdən biraz xəbərimiz var, yoxsa yoxdur. Bir-birlərini qırırlar. Hələm Əsədi yıxmayıblar. Ona görə, qardaşlar, bu məsələlər belə edilmir. Şəriət qayda qanun dinidir. Ona görə sələflər deyiblər ki, hakimin qarşı çıxma olmaz. Ne üçün? Nəticəsi pis olub. Ona görə Şeyxülislam Rahimullah deyir ki, kim indiyəcən hakimə qarşı çıxıb xeyrə çatmayıb. Xeyrə çatmayıb, qardaş. Ona görə Şeyxülislam Rahimullah buyurur ki, mən razıyam 60 il zalim hakimin hökmü altında yaşayayım. Lakin bir gün hakimsiz yerdə yaşamaq istəmərəm. Çünki hərciməcili olacaq. Görürsən, güclü zəifi əzəcək, qayda qanun olmayacaq. Hakimin olmağa neymətdir, qardaşlar. Sən ki, geysən,
dükana çörək alıb qayıdırsan evə sağ-salamat, Allah şükürlər. Bəzi ölkələrdə bu yoxdur. Bunu başa düşmür bəzi qardaşlar. Ona görə hakimiyyət mövzusu həssasdır. Bu məsələdə alimlər ona görə ehtiyatlı olublar, qaydalar qoyublar. O hər adama baxmır o danışanlara. Və qəribə də nədir qardaşlar? Bu məsələdən danışanda adamlar özləri şübhələnir. Deyəsən, buna cib veriblər, ona görə bu belə danışır. Qardaşlar, mən qorxmuram bu söhbət eləməyə görə. Cibə görə demirəm. Pula görə demirəm. Əksinə belə qalsa, indiyəcə məscid açmayıblar. Lakin bu mənə aid olan məsələdir. Yəni, bizə aid olan məsələdir. Amma hakimin məsələsi ümumi məsələdir. Sən özü aid olan məsələni götürüb ümumi məsələdən üstün tuta bilməzsən. Heç olma, amma əminamandıq var, əlhamdülillah. Ona görə, qardaşlar, nemət necə artır? Allah şükür eləməklə, ibadətlə. Ən birinci gerək insan özü düzələ. Allah subhanət hala da ora uyğun, hər bir yerə uyğun nə verir? Hakim. Yəni, insanlar düzəlməlidir, qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, tərəzidə allatsaz, Allah təala bir dənə sizə zalim hakim göndərər, əlinizdə olanı da alar. Hələ bir dənə məsələ, tərəzidə allatmaq. Və təsəllə başqa, hələm şirklərdən zaten danışıram, bidələrdən. Ona görə bunu başa düşün. Belə şey olmuyor, belə dar çərçivədə, Allahın hökmü da belə, nesə. Boş söhbətlərdir. Əlhamdülillah, hökm Allahındır biz deyirik. Lakin hələ o üslubla boş söhbətdir. O adam ha. Ona görə qardaşlar, bax, Şeyx Rahimullah bu məsələdə bunu demək istəyir, lakin Şeyx Hüseymin də Rahimullah bu məsələyə toxunur. Və Şeyx deyir ki, itaətdə də şirk var. Nə vaxt şirk olur? Əgər hakim və ya alim halala haram görsə, sən də o məsələdə tabi olsun və sən də o əqidədə olsun, sən onda kafir olsan bu şirk. Amma yox, tabi olursan, sadəcə dünya mənfətinə görə, vəzifə almağa görə və s. sən kafir də ölsən, qardaş. Bu məsələnin şərhi var. Hökm məsələsi ağırdır. Hökm məsələsi ona görə hər kəsə həvalə edilməyib. Təsəvvürlə, hələm icazə verilən adamlara hakimlər, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, 3 dənə hakimdən ikisi cəhənnəmli idi. Biri cənnətli. Görün, axır məsələdir. Hələm icazə verilən, əgər bələdsə, təsəvvürlə icazə verilməyən nə gündədir? Yəni, kalbasadan çox, namaz qılmayandan çox, məsələlərdən əxlaq məsələləri müzakir olsa, əxlaq məsələləri, evdə münasibət, valideynə münasibət, onları üstə vallahi şiddətləndirsiniz, o daha sizə faydalı olacaq, ən birinci özünüzə və dəvətə qardaşlar, vallahi. Çünki bugün elə məsələlər müzakir atıblar ortaya, o məsələlər, hətta bir son da sənlik deyil, faydası yoxdur sənin üçün. Laf taşı namaz qılmayan araşdır. Araşdır, hansı ki, ixtilaf məsələ deyil, lakin işin gücünü atıb bu məsələni araşdırırsan. Yaxşı, ta ki araşdıran, sonra yenə tətbiq elə bilməyəcəksən. Tətbiq eləmək üçün hüccət çatmalıdır. Və bəzi alimlər deyirlər ki, məhkum olmalıdır. Ona görə tarixdə heç bilinmir ki, hansısa namaz qılmayanı öldürüblər. Yoxdur elə adam. Və Şeyxülislam Rahimullah deyir ki, hər vaxt çox olub. Qılmayanda müsəlmanlı kimi bastırıblar da onu, cənazə də qılıblar və s. Sadəcə indi Saudiyyədə alimlərin çoxsu bunu deyir, qorxuzmaq üçün. Amma tətbiqdə, məyər Saudiyyə ham namaz qılır? Yox. Amma tətbiqdə cənazəni gətirirlər, soruşmurlar, ingəndən çıxıb yoxsa yox. Yəni namaz qılır deyə soruşmurlar, hamı qılır. İnşallah kim Məkkədə olub, Kəbədə, Allah olmayanların nəsib eləsin, gelib görəcəklər. Hər namazdan sonra, nə ki həcc vaxtı, başqa vaxtlarda. Əlhamdülillah orada yaşamışıq neçə il. Hər namazdan sonra demək olar ki, Əs-salatu aləl-ənvad, Əs-salatu aləl-ənvad. Bir məsciddə deyir ənvad, meyitlərə, bir məsciddə deyir kişilərə, qadınlara, uşaqlara. Deyəsən Mədinədə deyir, qadınlara, uşaqlara bu fərqlənir. Amma Məkkədə isə deyir meyitlərə. Deyilmir, heç şək yoxdur ki, olan içində namaz qılmayanlar da var. Yəni, qardaşlar, bu məsələni şirtmək lazım deyil. Bu məsələdə sənin üçün bir faydası yoxdur. Səndən tələb olunmayıb. Sən o məsələlərə
Giriş ki, onlar səndən tələb olunub qəbirdə, axirət günü onlardan soruşulacaqsan. Bu əsas budur, qardaşlar. Ona görə itaətdə şirk barədə biraz danışdıq və bəzi məsələləri toxunduq. İnşallah gələn dərslərdə də ola bilsin, yəni bəzi şeylərdən danışacaq inşallah bu məsələyə aid. Çünki məsələ doğrudan həssasdır, yenə deyirəm, kalbası azad, onlar boş söhbətlərdir. O bəhanə, onlar ola bilsin, çox sözləri başa düşməyiblər bunu. Əsas budur. Əsas bu məsələyə gətirmək istəyirlər səni. Bunu oyaq ol və bilginən. Allah subhanətlə düzün bilir. Allah subhanətlə bizə işi faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Allah bizi fitnədən və əhlindən qorusun. Əqul əzə, əstəğfirullah li və ləkum.